Hüseyin adlı bir dostum var mənim. Tez əsəbləşən, tez küsüb tez barışan. Həmişə özünə qarğış edən, ortalığı bir-birinə qatdıqdan sonra. Hüseyin deyər ki, mən neynəmişəm ki Allah məni öldürsün. Özünü pisləyər, bütün söyüşləri verər özünə. Bax Hüseyin, bu qədər şeyə ehtiyac yoxdur. Sadəcə günahını boynuna al bəsdir. Hər şey bir yana. Hüseyin dostum, əslində etdiyi hər şeyi, dəyər verdiyi insanı itirməmək üçün edər. Dəyər verdiyi insanları o heç kimə paylaşa bilmir. Mənim dostum gözəl qəlbə sahibdir valla. Deyib gülməyi, xoş rəftarı var onun. Düzdür, hər kəslə yola getmir. Hüseyin əziz dostum, nə qədər dalaşsaq da sənləm. Sən mənim üçün dəyərli insansan, bunu unutma.